Dünyanın ən bədbəxt 5 ölkəsi. ölkələr deyəndə Afrika yadıma düşür. Yəqin ki, oradan var. Afrikanın 2 ölkəsi siyahımızdadır. Afrikanın 2 ölkəsi. Lesotho var. Bəli, var. Siyahımızın 3-cü sırasında Lesotho. 3-cü sırada bunu oxumuşdum. Oxumuşdum bir məqalədə Lesotho haqqında oxuyanda ən bədbəxt ölkələr ilk 5-likdə olduğunu bilirdim. İlk 5-lik yox, ilk 10-luqda olduğunu bilirdim daha doğrusu. 3-cü yer. Deməli Afrikadan bir ölkədə deyim, Cibuti, Xeyr, Cibuti yox. Somali, nəcəb. Liviya ola bilər. Liviya deyil, Liviyaya oxşar bir addır. Livan. Bəli. Livan. Sırada. Livan ilk sırada hətta. Avropadan yəqin ki, yoxdur. Müsəlman ölkəsidir. Müsəlman ölkəsi. Əfqanistan. Bəli, siyahımızın 4-cü sırasında. 4-cü sırada Əfqanistan. Bizdə hara qaldı? 2-ci sıra. Bəli, 5-ci sıra. Afrikadan demişdik 2 ölkədə. Birində Afrikadan bəlkə atım tutsun, dəqiq bilmirəm. Lesothonu oxumuşdum, amma Afrikadan. Zimbabve. Xeyr, Zimbabwe deyil. Böyük bir çay var orada. Kongo. Bəli. Siyahımızın 2-ci sırasında. 2-dədir. 5-cini də bəlkə izləyicilər yazsın. Yazsınlar sizə bir köməklik eləsinlər. Şərhə qeyd edin 5-ci sırada hansı ölkəni təxmin edirsiniz?